Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İyun ayının son günləri bəzi bürclər üçün yeni imkanlar, maraqlı görüşlər və həyatlarında fərqli dəyişikliklər vəd edir. Astrologiya ilə maraqlanan şəxslər üçün bu dövr xüsusilə diqqət çəkir. Planetlərin hərəkəti bir çox bürclərin həyatında yeni mərhələlərin başlanğıcına işarə edir. Əlbəttə ki, bu məlumatlar əyləncə və ümumi astroloji şərhlər xarakteri daşıyır. Gəlin görək, iyun ayının son günlərində hansı bürcləri maraqlı hadisələr gözləyir. İkizlər bürcü üçün bu dövr olduqca fəal və məhsuldar görünür. Planetlərin təsiri altında maliyyə məsələlərinə daha ciddi yanaşmaq, gələcək planlar qurmaq və şəxsi inkişaf üzərində çalışmaq üçün əlverişli imkanlar yaranır. Xüsusilə dostlarla ünsiyyət və yeni insanlarla tanışlıq baxımından maraqlı günlər gözlənilir. Özünəmın artması əkizlər bürcünə aid olan insanlara daha böyük məqsədlər qarşısında cəsarətli addımlar atmağa kömək edə bilər. Ayın sonuna doğru isə görülən işləri yenidən gözdən keçirmək və bəzi planlarda düzəlişlər etmək faydalı olacaq. Xərçəng bürcü üçün isə ailə, dostluq və daxili rahatlıq mövzuları ön plana çıxır. Bu dövrdə yaxın insanlarla münasibətləri möhkəmləndirmək üçün yaxşı fürsətlər yarana bilər. Uzun müddətlik həll olunmamış məsələlərin müzakirəsi və anlaşılmazlıqların aradan qaldırılması üçün münasib zamandır. Eyni zamanda şəxsi istedadların üzə çıxması və özünə olan inamın artması da diqqət çəkir. Ayın son günləri daha sakit və balanslı düşünməyə imkan verə bilər. Maliyyə sahəsində isə diqqətli qərarlar gələcəyi üçün faydalı nəticələr verə bilər. Dolça bürcü üçün iyun ayının sonu əməkdaşlıq və komanda işləri baxımından uğurlu görünür. Həm iş həyatında, həm də şəxsi münasibətlərdə daha ciddi və məsuliyyətli yanaşma tələb oluna bilər. Bu dövrdə yeni tanışlıqlar və maraqlı söhbətlər gündəmdə ola bilər. Subay şəxslər üçün yeni münasibətlərin başlanğıcı ehtimalı haqqında astroloji proqnozlar da mövcuddur. Mövcud münasibətlərdə isə qarşılıqlı anlayışın güclənməsi gözlənilir. Ayın sonuna yaxın yaradıcılıq və yeni ideyalar artacaq. Bu isə gələcək layihələr üçün motivasiya mənbəyinə çevrilə bilər. Çir bürcü üçün bu ay xüsusi əhəmiyyət daşıyır. Özünə diqqət ayırmaq, şəxsi məqsədləri müəyyənləşdirmək və gələcək planları dəqiqləşdirmək üçün uyğun zamandır. Yeni dostluqlar və sosial çevrənin genişlənməsi ehtimalı yüksək qiymətləndirilir. Peşəkar həyatda da maraqlı imkanlar yarana bilər. Çirlər üçün ən vacib məqam isə öz potensiallarına inanmaqdır. Ayın son günlərində diqqət mərkəzində olmaq və yeni uğurlar qazanmaq ehtimalı artır. Bu enerji bir çox insanı yeni zirvələrə doğru hərəkət etməyə ruhlandıra bilər. Ox atan bürcü üçün isə əsas mövzu özünə inam və şəxsi sərhədlərin qorunması olacaq. Son aylarda əldə edilən təcrübələr və qazanılan biliklər gələcək qərarlarda mühüm rol oynayacaq. Yeni məlumatlar öyrənmək, fərqli sahələrə maraq göstərmək və şəxsi inkişaf üzərində işləmək üçün əlverişli dövr hesab olunur. Münasibətlər sayəsində bəzi dəyişikliklər baş verə bilər. Bu dəyişikliklər insanın öz ehtiyaclarını daha yaxşı başa düşməsinə kömək edə bilər. Ayın son günlərində isə daxili səsə qulaq asmaq və prioritetləri düzgün müəyyənləşdirmək vacib olacaq.